Rusiya parlamentinin aşağı palatasında xarici vətəndaşların ölkədən inzibati qaydada çıxarılması ilə bağlı əsasların genişləndirilməsini nəzərdə tutan qanun layihəsinə baxılması planlaşdırılır. Məsələnin mayın 13-də birinci oxunuşda müzakirəyə çıxarılması nəzərdə tutulubdur. Bu barədə parlamentin elektron bazasında yerləşdirilmiş təqvim layihəsində qeyd olunubdur və sənəd hökumət tərəfindən martın 30-da parlamentə təqdim edilibdir və prioritet qaydada baxılması nəzərdə tutulur. Qanun layihəsinə əsasən inzibati qaydada ölkədən çıxarılma ilə nəticələnə bilən hüquq pozuntularının siyahısının əhəmiyyətli dərəcədə genişləndirilməsi təklif olunur. Mövcud 22 maddəlik siyahının 43 maddəyədək artırılması planlaşdırılır. Təklif edilən dəyişikliklərə görə ictimai asayişin pozulması, hüquq mühafizə orqanlarının qanuni tələblərinə tabe olmama, eləcə də həyat təminatı obyektlərinin nəqliyyat və sosial infrastrukturun fəaliyyətinə maneə yaradan hərəkətlər bu siyahıya daxil edilə bilər. Bundan əlavə, piyadaların və nəqliyyat vasitələrinin hərəkətinə maneələrin yaradılması da nəzərə alınacaqdır. Layihədə həmçinin internetdə insan ləyaqətini və ictimai əxlaq normalarını təhqir edən məlumatların yayılması, silahlı qüvvələrin istifadəsinin nüfuzdan salınmasına yönəlmiş ictimai hərəkətlər, eləcə də ölkəyə qarşı sanksiyaların tətbiqi və ya uzadılması ilə bağlı çağırılışlar da hüquq pozuntuları sırasına daxil edilir. Bəzi hallarda inzibati çıxarılma ilə yanaşı cərimələrin tətbiqi də nəzərdə tutulur. Qanunvericilik təşəbbüsündə bu cərimələrin artırılması da əksini tapıb.